Vahid, bayaq od məkanında 14 yaşlı uşağı da gördüğünü dedin. Tutalım ki, bir uşaq 8 ilmi ya 10 ilmi yaşayıb və nəyinsə nəticəsində ölübdür. Yəni yaşının o mərhələsinə hələ çatmayıb ki, ətraf aləmlə münasibətlərini düzgün qura bilsin və oradakı dəhşətləri görüb davranışının nəticəsi olan ağrını çəksin. Müəyyən bir yaş həddi olmalıdır ki, o cavabdehlik hələlik daşımasın. Bu hansı həddir? Körpə uşaq 4 yaşına qədər heç nəyə cavabdeh deyil. Çünki bu yaşa qədər hələ o qayğıdadır. Böyüklər onu qoruyur, yesin, içsin, yatsın, yıxılmasın. Bir sözlə başına fırlanırlar. 5 yaşından sonra o müstəqil olaraq hərəkət edir və ətraf aləmlə təmasda olub öz münasibətlərini qura bilir və elədikləri onun yaddaşında qalır. Buna görə də 4 yaşın tamamından sonra o öz hərəkətlərinə qismən cavabdehdir. Mən müxtəlif yaş hədlərini eşitmişdim. Bəzən 5, bəzən 12, bəzən də 25 yaşından sonra o adam cavabdeh olmalıdır. Yox qardaş, 25 yaş, əgər o adam 100 il yaşayacaqsa, ömrünün artıq 1/4-ni təşkil edir. Bu yaşa qədər özünü qoyub körpə və yaxud nə bilim nə yerinə, ətrafına, şəhərinə, məhəlləsinə, ailəsinə əzab-əziyyət gətirəcək ki, dəyməyin bunun xatirinə. Qardaş, əlbəttə bu ola bilməz. Deməli 4 yaşına qədər. 4'dür. Tam cavabdehlik isə 12 yaşdan yuxarıdır.